Salam, hər bir valideyn o anı yaşayır. Uşağın burnu axır, öskürür, hərarəti qalxır və bizim də ürəyimiz əsməyə başlayır. Bax bu anlarda ağlımıza gələn o ilk sualları aydınlaşdırmaq və sizə daha inamlı addımlar atmaqda kömək etmək üçün buradayıq. Gəlin başlayaq. Bax bu sual var ha, hər bir valideynin beynində fırlanır. Görəsən təşvişə düşməliyəm, yoxsa bu da keçib gedəcək deyə düşünürük. Amma bilirsiniz, bu sualın cavabını tapmaq üçün həkim olmağa ehtiyac yoxdur. Əsas məsələ əlamətləri düzgün oxumağı öyrənməkdir. Bu, həm sizin, həm də övladınızın rahatlığı üçün atacağınız ən vacib addımdır. Yaxşı, gəlin birbaşa məsələnin özünə keçək. İlk növbədə adi soyuq dəymə, qrip arasındakı fərqi başa düşməliyik. Hə, düzdür, hər ikisini də viruslar yaradır, amma onları törədən viruslar tamamilə fərqlidir və bu fərq də özünü əlamətlərdə çox aydın şəkildə göstərir. Baxın bu cədvələ, fərqlər əslində çox kəskindir. Qrip qəfildən, sanki yük maşını vurmuş kimi başlayır. Yəni səhər uşaq tamamilə sağlamdır, amma bir neçə saata şiddətli əzələ ağrıları və yüksək hərarətlə yatağa düşə bilir. Soyuqdəymə isə daha yavaş hərəkət edir. Bir neçə günə yavaş-yavaş inkişaf edir. Boğaz qaşınması asqırma ilə başlayır və getdikcə güclənir. Deməli, məsələnin qısa özəti budur. Əgər şikayətlər əsasən burun axıntısı, asqırıq, boğaz ağrısı kimi, yəni boyundan yuxarıda cəmləşibsə, bu çox böyük ehtimalla soyuq dəymədir. Yox əgər yüksək hərarət, bütün bədəndə sümüksüzlaması, şiddətli ağrılar və tükənmişlik hissi varsa, deməli bu artıq qripin işidir. Yaxşı, fərqi anladıq. İndi isə keçirin ən vacib məsələyə. Evdəki balaca xəstəmizin özünü daha yaxşı hiss etməsi üçün biz nə edə bilərik? Gəlin, evdəki sehirli vasitələrimizə bir nəzər salaq. Bilirsiniz, bu sualın cavabı heç də bahalı dərmanlarda deyil. Əslində cavab düzgün qayğıda və rahatlıq yaratmaqdadır. Bizim məqsədimiz xəstəliyi birbaşa müalicə etmək deyil. Çünki bədən onsuz da virusla özü mübarizə aparır. Bizim işimiz isə bu mübarizə zamanı simptomları yüngülləşdirməkdir. Heç vaxt unutmayın, virusla mübarizədə bədənin iki ən güclü silahı var. İstirahət və bol-bol maye. Bədən nə qədər çox dincəlirsə, immun sistemi o qədər güclü şəkildə döyüşə bilir. Su isə təkcə susuzluğun qarşısını almır, həm də o bezdirici seliyi durulaşdırır və nəfəs almağa asanlaşdırır. Və bu məsləhətlər xüsusilə körpələr üçün həyati əhəmiyyət daşıyır. Fikirləşin, onlar özləri burunlarını təmizləyə bilmirlər. Ona görə də duzlu su və aspirator onların rahat nəfəs alması, yemək yeməsi və yatması üçün çox vacibdir. Başını biraz hündürə qoymaq isə gecə boğucu ösküləklərinin qarşısını almaqda çox kömək edir. Bəli, bu klassik usullar sadəcə təsəlli deyil, həqiqətən də işə yarayır. İsti mayələr boğazdakı o pis qıcıqlanmanı azaldır. Amma burada çox vacib bir xəbərdarlığı vurğulamaq istəyirəm. Botulizm riski olduğuna görə 1 yaşından kiçik körpələrə bal vermək qəti qadağandır. Deməli, nənələrimizin məsləhəti heç də boşuna deyilmiş, hə? Toyuq şorbasının o rahatlaşdırıcı təsiri təkcə psixoloji deyil, həm də bədəndə real biokimyavi dəyişikliklərə səbəb olur. Yəni, o, bədənin iltihab reaksiyasını biraz sakitləşdirməyə kömək edir. Yaxşı, bildik ki, nə etməliyik? İndi isə gəlin nəyi etməməli olduğumuza baxaq. Bəzən valideynlər yaxşı niyyətlə elə səhvlər edirlər ki, bu uşağa faydadan çox zərər verə bilər. Bu bölmə çox vacibdir, ona görə diqqətlə qulaq asın. Bu, bəlkə də ən böyük və ən çox edilən səhvdir. Gəlin bir dəfəlik aydınlaşdıraq. Soyuqdəymə və qripi viruslar yaradır. Antibiotiklər isə yalnız bakteriyaları öldürür. Onların viruslara heç bir təsiri yoxdur. Həkim təyin etmədən antibiotik vermək nəinki faydasızdır, həm də çox təhlükəlidir. Çünki bu, gələcəkdə həqiqətən ehtiyac olanda antibiotiklərin işə yaramamasına səbəb olur. Aptekə girib dərhal öskürək, soyuqdəymə dərmanı almağa tələsməyin. Dünyanın bir çox aparıcı səhiyyə təşkilatı 6 yaşından kiçik uşaqlara resepsiz satılan bu cür dərmanların verilməsini tövsiyə etmir. Niyə? Çünki onların həqiqətən işə yaradığına dair kifayət qədər sübut yoxdur, amma ciddi yan təsirlər riski var. Bu qəti bir qaydadır və heç bir istisnası yoxdur.
Uşağınıza xüsusilə də qrip və ya su çiçəyi kimi virus xəstəlikləri zamanı aspirin vermək qətiyyən olmaz. Səbəbi isə çox ciddidir. Bax, məhz bu səbəbdən aspirin uşaqlar üçün qara siyahıdadır. Sadə dildə desək, Rey sindromu beyin və qaraciyər üçün ölümcül bir zərbə deməkdir. Hərarəti və ağrını azaltmaq üçün uşağın yaşına və çəkisinə uyğun dozada parasetamol və ya ibuprofen istifadə etmək daha təhlükəsizdir. Amma bunu da mütləq həkimlə məsləhətləşin. Öz valideyn instinktinizə güvənin. Əgər uşağınızın vəziyyəti ilə bağlı nəsə sizə düzgün gəlmirsə, tərəddüd etmədən həkimə zəng edin. Xüsusilə də əlamətlər yaxşılaşıb sonra birdən pisləşirsə, bu pnevmoniya kimi ikinci bir bakterial infeksiyanın əlaməti ola bilər. Xəstəliklə mübarizə aparmaq bir tərəfə, bəs heç xəstələnməmək üçün nə edə bilərik? Reaktiv olmaqdansa, gəlin proaktiv olaq, yəni uşağımızın immun sistemini bir qalxan kimi gücləndirək. Bunlar sanki immun sisteminin əskərləridir. Məsələn, C vitamini qoruyucu hüceyrələrin istehsalını artırır. Zink isə virusların bədəndə çoxalmasının qarşısını almağa kömək edir. Probiotiklər isə bağırsaqları sağlam saxlayaraq bütün müdafiə sisteminə dəstək olur. Yəni, balanslı qidalanma uşağınızın bədəninə viruslarla döyüşmək üçün lazım olan sursatı verir. Propolis həqiqətən də güclü bir təbii vasitədir. Amma unutmayın, hər zaman məhsulun etiketini diqqətlə oxuyun. Və ən vacibi, əgər uşağınızın arı məhsullarına qarşı allergiyası varsa və ya hər hansı bir şübhəniz varsa, istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Sonda əsas məqsədimiz qorxunu aradan qaldırmaq və sizi məlumatla gücləndirməkdir. Doğru biliklərlə silahlananda soyuq dəymə və qrip mövsümünü daha sakit və inamlı keçirmək mümkündür. Unutmayın ki, sizin qayğınız və məlumatınız uşağınız üçün ən yaxşı dərmandır. Sağlam qalın. Bu və buna bənzər faydalı məlumatlar üçün bizi izləməyə davam edin.